Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu videoda sizlərlə bərabərsizliklər bölməsi üzrə olan 20 suallıq sınağın izahını verəcəm. Siz də mənimlə paralel şəkildə videonu saxlayaraq özünüz sınaq işləyə bilərsiniz. Yəni videonu saxlayırsınız, özünüz müstəqil formada cavabı tapırsınız. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı yoxlaya biləcəksiniz. Dəyərli izləyicilər, videomuzu bəyənməyi və paylaşmağı da unutmursunuz. Zəhmət olmasa bəyənək və paylaşaq ki, digər insanların da bu video qarşısına çıxsın və onlar da bizim videolardan faydalansınlar. Əlavə olaraq qeyd edim, bizim ödənişsiz WhatsApp kanalımız var ibtidai sinif müəllimlər üçün. Kanalın linkini aşağı hissədə yerləşdirəcəm, oradan daxil ola bilərsiniz. Yox, tapa bilməsəniz bizim əlaqə nömrəmizi bilirsiniz, 055 239 20 41. Həmin nömrəyə yazaraq kanal linkini əldə edə bilərsiniz. Növbəti vaxtlarda keçirilən sınaqlardan kanal vasitəsilə məlumatınız olsun. Dostlar, çox vaxt itirməyək, sınaq suallarının izahına başlayıram. Birinci sualda A kiçikdir 5 bərabərsizliyini ödəyən natural ədədlərin cəmini tapın deyir. Nə deməkdir bu? A ədədi 5-dən balacadır. 5-dən balaca hansı ədədlər var? Və natural şərtinə də diqqət yetirirsiniz. 5-dən balaca 4 var, 3 var, 2 var və 1 var. Ən balaca natural ədədində 1-dir. Bilirik ki, natural ədədlər 1-dən başlayır. Bunları da cəmləsək, cəm edəcək 10. Demək ki, ilk sual doğru cavab D variantına uyğun gələcək. İkinci suala qədəm qoyduq. 10 böyük bərabərdir x bərabərsizliyini ödəyən natural ədədlərin sayını tapın. Burada diqqət yetirin, altdan xətt də var. Altdan xətt olanda, yəni bax bu hissəyə diqqət yetiririk, ədədin özü də ora daxil olur. Yəni burada x-in yerinə biz 10-u da yaza bilərik. Yenidən natural sözü var. X-in yerinə neçə yaza bilərəm? Ən balaca natural ədəd kimi 1 yaza bilərəm, 2 yaza bilərəm və s. Ən axırıncı da 10-un özünü yaza biləcəm. Deməli 11 amma yaza bilmərəm. Çünki bura 11 yazsam 10 11-dən axı böyük bərabər ola bilməz. 1-dən 10-a qədər dəyərli izləyicilər neçə dənə ədəd var? Əlbəttə ki 10 dənə. Demək ki ikinci sualda düzgün cavab D variantına uyğun gəlir. Üçüncü sual. A üstəgələk 542 kiçikdir 1438 bərabərsizliyində A-nın ala biləcəyi ən böyük natural qiymət neçədir? Tənliklə bərabərsizlik demək olar 99% eynidir. Yəni birində bərabərdir işarəsi yazırıq, digərində böyükdür, kiçikdir işarələrini yazırıq. Bunu deməkdə məqsədim nədir? Ədədlər bir tərəfə keçir, dəyişənlər bir tərəfə. Yəni burada gördüyünüz plus 542 ədədini biz sağ tərəfə keçirə bilərik. Yəni belə yazacağam ki, A kiçikdir 1438 çıxılsın 542. Buradan da A ədədi kiçikdir 1438-dən çıxıram 542-ni. Bu da edəcək 896. Deməli, A ədədi 896-dan balacadır. İndi bizə də deyir ki, A-nın ala biləcəyi ən böyük natural qiymət neçədir? Burada diqqətli oluruq. Olur, bəzən müəllimlərimiz diqqətsiz yanaşıb elə bunu 896 götürən də var. Bu bərabər deyil axı dostlar. Deyir, A ədədi 896-dan balacadır. 896-dan balaca. Ən böyük 895 yaza bilərəm. Diqqətli olursunuz. Yəni A-nın ala biləcəyi ən böyük natural qiymət 895-dir. Növbəti dördüncü suala qədəm qoyduq. 5x çıxılsın 245 böyükdür 548 bərabərsizliyini ödəyən ən kiçik natural ədədin rəqəmləri cəmini hesablayın deyir. Yenə eyni qayda üzrə burada bir çıxma işarəsi görürsünüzsə, o biri tərəfə keçəndə toplam olacaq. Yəni 5x dəyişən yerində qalır, böyükdür işarəsi də yerində qalır. Burada 548 üstə gələk 245 yazırıq. Buradan da 5x böyükdür 548 üzərinə 245-i əlavə etsəm edəcək 793. Dəyərli dostlar, artıq biz ibtidai sinif müəllimi olaraq onluq kəsrlər üzərində əməllərdə bacarırıq. Yəni 793-ü 5-ə bölə bilərik. Kalkulyatorunuz olur, onun vasitəsilə bölə bilərsiniz. Rahatlıqla imtahanda da olur. Yəni o nöqteyi nəzərdən bildirirəm bunu. Bu da edəcək 158 tam onda 6. 158 tam onda 6-nı nə olduğunu başa düşürük. Yəni ədəd 158-dən çoxdur, amma 159-dan azdır. Bizə deyir ki, bu bərabərsizliyi ödəyən ən kiçik natural ədəd. Dostlar, 158,6-dan böyük nə gəlir? Əlbəttə ki, natural ədəd olaraq 159 ədədi var.
Bizə də bildirir ki, bunun rəqəmləri cəmini tap. 1 üstəgəl 5 üstəgəl 9. Bunu da toplasam edəcək 15. Deməli, doğru cavabımız 4-cü sualda C variantına uyğun gəlir. Növbəti 5-ci suala baxırıq. Bu bərabərsizliyi ödəyən ən böyük natural ədədi tapın deyir. Eyni qayda üzrə dostlar, 8x yerində qalsın kiçikdir 768. 124-ü keçirəcəm, o biri tərəfə çıxacam. Yəni 768 çıxılsın 124 yazacağam. Buradan 8x kiçikdir 768-dən 124 çıxanda 644 qalır. Buradan da x ədədi kiçikdir. Eyni qayda üzrə 644-ü 8-ə böləndə düşür 80,5. 80,5 hansı ədədlərin arasındadır? 80-dən 81-in arasındadır. Amma diqqətli oluram. Deyir, bu bərabərsizliyi ödəyən ən böyük natural ədədi tap. X-in yerinə ən çox neçə yaza bilərəm? X-in yerinə ən çox 80 özün yaza bilərik. Diqqətli olursunuz. Bura 81 yazmaq olmaz. Çünki 81 80,5-dən balaca deyil. Amma 80-i yaza bilərəm. Demək ki, doğru cavabım C variantına uyğun gələcək. Davam edirik, dəyərli izləyicilər. Növbəti 6-cı suala baxırıq. Belə bir bərabərsizlik verir. Deyir, x-in ala biləcəyi ən böyük natural qiyməti tapın. Eyni qayda üzrə deməli, nə edəcəm? Əvvəlcə 5 bu biri tərəfə keçəcək, vurma olacaq. Yəni 3x çıxılsın 12 kiçik bərabərdir. 12-ni 5-ə vuran nedir? 60 edir. Sonra 3x kiçik bərabərdir. 12 keçir sağ tərəfə. Qabağı çıxmadırsa, sağ tərəfə keçəndə olacaq toplama. Yəni 60-ın üstünə 12 gələcəm. Bu da edəcək, dəyərli dostlar, 72. Bir sonraki mərhələdə x ədədi kiçik bərabərdir. 72-ni 3-ə böləcəm, düşəcək 24. İndi x-in ala biləcəyi ən böyük natural qiyməti tapın deyir. X-in yerinə ən çox elə 24-ün özünü yaza bilərik. Çünki 24 ədədi 24-dən kiçik bərabərdir. Şərti doğrudur. Yəni burada əgər işarə belə olsa, ən çox x-in yerinə 23 yazardım. Amma altdan xətt var deyə, yəni 24 özü də götürülə bilir. 7-ci suala baxırıq. Ümumiyyətlə, bu sualların içərisində hər növ sualı əhatə etmişəm. Yəni, bu sualları işləyən bir ibtidai sinif müəllimi ibtidai sinif səviyyəsində bərabərsizliklə bağlı heç bir çətinliyi qalmayacaq. Yəni, bu 20 sualın 20 tipini başa düşsək, biz demək olar ki, bu bölməni fantastik formada mənimsəmişik mənasına gələcək. Dəyərli dostlar, bu tipli bərabərsizliklər bizi bir qədər çaşdıra bilər. Əgər siz, yəni kim əgər baza olaraq yaxşıdırsa, yuxarı sinif səviyyəsində riyazi biliyə sahibdirsə, bərabərsini hər tərəfini mənfiyə vurmağı falan bacarırsa, yəni onun bir sıxıntısı yoxdur. Yox, bu bacarığa sahib deyiliksə, hansı ki, ibtidai sinif müəllimi olaraq bu bacarığa sahib olmağımız lazım deyil, o zaman mənim dediyim qaydadan istifadə edə bilərsiniz. Qayda nədir dostlar? Əgər siz dəyişənin qabağında çıxma işarəsi, hansı ki, biz onu riyaziyyatda bəzən mənfi ədəd adlandırırıq, yəni mənfi bir ədəd görürsünüzsə, bu zaman dəyişəni o biri tərəfə keçirmək lazımdır. Yəni işarənin, müqayisə işarəsinin digər tərəfinə keçirirsiniz. Müqayisə işarəsi yerində qalır. 6x keçir bu biri tərəfə. Qabağa axı çıxmadırsa bu biri tərəfə keçəndə toplama olur. Yəni müsbətə çevrilir. Bu formada qalır. Sonra üzr istəyirəm, sol tərəfdə də 146 çıxılsın 24 yazacağam. Səbəb nədir? 24 müsbət ədəddir. O biri tərəfə keçəndə çıxma ilə əvəzlənməlidir. İndi nə edirəm? 146-dan çıxıram. 24-də qalır 122. Böyükdür 6x-dən. Sonra 122-ni də bölürəm 6-ya. Dostlar, düşür 20 tam. Sonra 3-lər davam edir. Böyükdür x-dən. Sualın şərtində tam bölünməyən ədəddə qoymuşam ki, yəni ola bilər, hansı ədəd tam bölünməyə bilər. Amma biz bunu rahatlıqla başa düşürük ki, 20 tam neçə davam edirsə, bu 21-ə çatmır. İndi x ədədinin ala biləcəyi ən böyük qiyməti tap deyəndə, burada x-in yerinə ən çox neçə yaza bilərəm? Əlbəttə ki, ən çox elə 20-nin özünü yaza bilərəm. Çünki 20,3 ədədi 20-dən böyükdür. Düzgün cavab olacaq C variantı. Yoxlaya da bilərik, dəyərli dostlar. Məsələn, bura 20 yazsam, 6-nı 20-yə vuranda 120 edər. 146-dan 120 çıxanda 26 qalır. 26 ədədi 24-dən həqiqətən də böyük olur. Belə, ümid edirəm anlaşıldı. Yəni, bax, bu dediyim qaydanı mütləq yadda saxlayın. Yəni, bu formada verilən bərabərsizliklərdə
dəyişəni sağ tərəfə, yəni digər tərəfə keçirmək daha məqbuldur. Növbəti 8-ci suala keçid edirik. Belə bir bərabərsizlik verir. Dostlar, bu tipli bərabərsizliklər iki qat bərabərsizliyi adlanır. İki qat bərabərsizlik nədir? Orada iki dənə bərabərsizlik işarəsi görürük. Yəni, oxuyanda da belə oxuyacağam ki, bunu x plus 120 ədədi 254-dən böyük, 543-dən kiçikdir. Bu zaman nə olur? X ortada tək qalmalıdır. Yəni, bərabərsizliyin həm solundan, həm də sağından 120 ədədi çıxılacaq. Kiminsə ümumiyyətlə bərabərsizliklə bağlı çətinliyi varsa, YouTube-da bərabərsizlik Nail Sadıqovda yazıb dərslərimizə baxa bilər. Pulsuz dərslərimiz var. Əlavə olaraq kimsə məsələn bu tipli çoxlu test işləmək istəyirsə, bizim test toplumumuz da var. Test toplumumuzu əldə edib, məsələn, bərabərsizlik bölməsi orada 100 dənə hər növ sual var. Yəni özünüz müstəqil formada alıb işləyə bilərsiniz. Bunlar təbii ki, təkliflərdir. İndi gəlin sualımıza qayıdaq. Əvvəlcə 254-dən çıxırıq 120-ni. Qalır 134. Sonra bura bir x yazıram. Burada da 543-dən çıxıram 120-ni. Qalır 423. Ümid edirəm bura anlaşıldı. Və bundan sonra artıq biz verilən şərtə yenidən diqqət yetiririk. X-in yerinə yazıla biləcək ən böyük. Ən böyük neçə yaza bilərəm? 422 yaza bilərəm. Söhbət natural ədədlərdən gedir. Ən kiçik də 135 yaza bilərəm. Gəlin bunları cəmləyək. 422 üstə gəl 135 edir 557. Bunların cəmi soruşurdu. Düzgün cavabımız D variantına uyğun gələcək. 9-cu sualla davam edirik. Bu bərabərsizliyində emin ala biləcək natural qiymətlərin sayını tapmalıyıq. Dəyərli dostlar, əvvəlcə hər tərəfdən 10 çıxılacaq. Yəni plus 10-dursa tənlikdəki kimi birinci toplama çıxma, sonra vurma bölmə, yəni əməliyyatlar, daha doğrusu əməllər tərsinə yerinə yetirilir. Yəni 10 həm 100-dən, həm də 45-dən çıxılmalıdır. Deməli, ilk mərhələdə 45-dən 10 çıxanda 35, burada qaldı 5m, burada da 100-dən 10 çıxanda qalır 90. Növbəti mərhələdə hər tərəfi, yəni sağı və solu 5-ə böləcəm. 35-i 5-ə böləndə 7, sonra 90-ı da 5-ə böləndə düşəcək 18. Nə deməkdir dəyərli dostlar bu? O deməkdir ki, m ədədi 7-dən çox, 18-dən azdır. M neçə ola bilər? 7-dən çox 8 ola bilər, 9 ola bilər, 10 ola bilər və s. Ən axırıncıda 17 ola bilər. İndi barmaqla saya bilərsiniz. Məsələn, 11-dən 17-yə qədər 7 dənə ədəd var. 8, 9, 10 dənə. Deməli, cavab olacaq 10. Yəni, bu bərabərsizlik edən natural ədədlərin sayı 10-a bərabərdir. Və yaxud da say düsturu var. Məsələn, 8-dən 17-yə qədər neçə natural ədəd var? Bu zaman nə edirsiniz? Ən axırıncı ədəddən, yəni 17-dən ən birinci ədədə 8-i çıxırıq. Alınan cavabın üzərinə 1 gəlirik. 17-dən 8 çıxanda deməli 9 qalacaq, üstədə 1 gələndə 10. Bunu da bilmiriksə YouTube-da say və cəm düsturu yazıb baxa bilərsiniz Nail Sadıqov kanalında. Onu da ibtidai sinif müəllimi olaraq bilsək, bizə faydası olar. Və yaxud dostlar, düstur bilməsək də bunu yaza bilərik. Necə? Biraz uzun olsa da videonun bir hissəsi, eybi yox, izah edim. Məna nədir? 1, 2 və s. 7, 8 və s. Davam edəcəm bunu. Düşünün ki, 1-dən 17-yə qədər ədədlərdir bunlar. Dəyərli izləyicilər, 1-dən 17-yə qədər neçə ədəd var? 17 dənə. Bunun 7 dənəsi sıradan çıxır. Çünki bizə 8-dən 17-yə qədər lazımdır. Bəli, 17-dən 7 dənəsi getsə, yerdə qaldı 10. Yəni, müxtəlif formada yanaşmalar var. Hər birini göstərirəm ki, hansı bizə rahatdırsa, hansını tam başa düşürüksə, onu yadda saxlayaq. Növbəti eyni növ sualdır. Burada da əməllər tərsinə yerinə yetiriləcək. Əvvəlcə hər tərəfdə 7-ni əlavə edəcəm. Yəni, 5-in üstə 7 gələndə 12 olacaq. Burada oldu k bölək 3. 7-nin üstə 8 gələndə 15 olacaq. Burada k bölək 3-dür. Deməli, nə olacaq? Məsələn, normalda belə bir şey düşünün. K bölək 3 bərabərdir 2. Məhsul bölünəndir. Bölünən tapmaq üçün nə edirəm? Bölənlə qismət bir-birinə vurulurdu. Yəni, k olurdu 6. Burada da eyni şeydir. Yəni, hər tərəfi 3-ə vurmaq lazımdır. 12-ni 3-ə vuracam, 36 edəcək. Burada k qaldı. 15-i 3-ə vurdum, oldu 45. Eyni qaydanı dəyərli dostlar tətbiq edirsiniz. K neçə olacaq burada? Bax, buna diqqət yetirin. 36-dan böyük 37 var, 38 var və s. Ən axırıncda 44 olacaq.
Yəni biz 37-dən 44-ə qədər ədədlərin sayını tapmalıyıq. Bunu da nə edirəm? Bunu tapmaq üçün bayaqki qaydadan istifadə edəcəm. 44-dən 37-ni, yəni ən böyükdən ən balacanı çıxacam, üstünə də 1 gələcəm axırda. 44-dən 37 çıxanda 7 qalar, üstünə də 1 gəlsəm edəcək 8. Sual 10, doğru cavab D variantına uyğun gəlir. 11-ci suala qədəm qoyduq. 11-ci sualda diqqət yetirin, dəyişən həm sağda, həm solda var. Tənlikdə necə idi? X bərabərliyin həm sağında, həm solunda olanda nə olurdu? X-ləri bir tərəfə yığırdıq, yəni dəyişənlər. Ədədlər də bir tərəfə yığılırdı. Burada da eyni şeydir dostlar. Burada minus 2x-dir. Deməli onu sola keçirəcəm 5x tərəfə. Olacaq toplama. Yəni 5x üstə gələ 2x olacaq. 30 yerində qalıb. Bu 5-in qabağı görürsünüz minus 5-dir. Çıxılsın 5. Onu sağ tərəfə keçirəndə olacaq plus 5. İndi 5x ilə 2x-i 1 toplayacam. Olacaq 7x. Kiçikdir 30-un üstə 5 gələndə olur 35. Buradan da x kiçikdir 35-i 7-yə bölən düşəcək 5. Deməli, x-in qiyməti 5-dən balaca ədədlərdir. Əslində biz bunu yazmışdıq əvvəldə. 5-dən balaca ədədlər nədir? 1, 2, 3, 4. Bunların cəmini tapmaq lazımdır. Bu da 10 olacaq. Düzgün cavab D variantına uyğun gəlir bu sualda da. 12-ci sual. Bu tipli bərabərsizliklər də bizə təklif oluna bilər. Ümumiyyətlə, tənliklərdə də, bərabərsizliklərdə də bəzən olur ki, sualın hər hansı bir hissəsində bir əməl var. Hansı ki, tamamlanmamış əməldir. Biz onu əvvəlcə tamamlamalıyıq. Yəni 210-u dostlar bölünsün 3 yazmayıb. Siz 210-u 3-ə bölün, yazın 70. Əslində belə yazmalıydı, amma biraz uzadıb işimizi. Bura olacaq 2x üstə gələk 8. Digər tərəfdə də 456-nı böləcəm 6-ya. Düşəcək 76. Aha, normal qaydaya salandan sonra bayaqki qaydamızı tətbiq edirik. Yəni hər tərəfdən əvvəlcə 8 çıxılacaq. 70-dən çıxıram 8 qalır 62. Burada oldu 2x. Burada da olacaq 76 çıxılsın 8 qaldı 68. Sonra hər tərəf 2-yə bölünür. 62-ni 2-yə böləndə 31 düşəcək. 68-i 2-yə böləndə 34 düşəcək. X ədədi neçə ola bilər? 31-dən böyük 32 ola bilər, 33 ola bilər, amma 34 ola bilməyəcək artıq. Deməli, 32 ilə 33 yalnız bu şərti ödəyir və bizdən də nəyi soruşur? Bu ədədlərin deyir cəmini tap. Yəni 32 ilə 33-ü cəmləmək lazımdır. Bu dedir 65. Düzgün cavabımız B variantına uyğun gələcək. B variantı düzgün cavabdır. 13-cü suala baxırıq. Deyir, bu müqayisənin doğru olması üçün x-in yerinə aşağıdakılardan hansı yazıla bilər? Dostlar, artıq onluq kəsirlə də bərabərsizlik bizə verilə bilər. Ona görə onluq kəsirlər bölməsini mükəmməl bilməliyik. Yenə eyni qaydadır. Yəni x yerində qalacaq. Bu toplama işarəsi olduğu üçün o biri tərəfə keçəndə çıxma olacaq. Yəni 7 tam yüzdə 45-dən çıxmaq lazımdır 4 tam yüzdə 56-nı. Ümid edirəm hamı rahat formada onluq kəsirlər üzərində əməlləri toplama çıxmanı bacarır. Yəni bir sıxıntısı yoxdur. Deməli 7 tam yüzdə 45-dən 4 tam yüzdə 56-nı çıxsam 2 tam yüzdə 89 qalır. A ədədinin, daha doğrusu x ədədinin ala biləcəyi qiymət 2 tam yüzdə 89-dan böyük olmalıdır. Onluq kəsirlərin müqayisəsini xatırlayaraq variantlara baxıram. Düzgün cavab nə olacaq? C variantı olacaq. Əslində bu 2 tam yüzdə 90-dır. Bu da 1 tam yüzdə 40-dır. Belə yanaşma edə bilərik. Gördüyümüz kimi 1 tam yüzdə 99, 2 tam yüzdə 78, 2 tam yüzdə 34, 1 tam yüzdə 40. Bunlar hamısı nədir? 2 tam yüzdə 89-dan balacadır. Amma 2 tam onda 9 və yaxud başqa sözlə 2 tam yüzdə 90 ədədi 2 tam yüzdə 89-dan böyük olur. 14-cü suala baxırıq. Bu bərabərsizliyi ödəyən natural ədədlərin cəmini hesablayın. Dostlar, bu sualda diqqətli oluruq. Bu sual bir qədər çaşdırıcı sualdır. Yəni bu tipi də burada göstərirəm ki, imtahanda qabağımıza çıxsa, artıq bu suallar bizi çaşdırmasın. Deməli, məsələ nədən ibarətdir? 6, burada 40 bölək x qalacaq. Burada da 12-dən 2 çıxan nə qalır? 10 qalır. İndi x-in yerinə elə ədədlər yazmalıyıq ki, 6 yox, daha doğrusu 6-dan 2 çıxan nə qalır? 4 qalır. Düzəliş edim burada. Yəni 6-dan bu 2-ni çıxdım, həmçinin 12-dən də 2-ni çıxdım. X-in yerinə elə ədəd yazmalıyam ki, 4-dən çox olsun, 10-dan az olsun.
Dostlar, nə edirsiniz? Əslində çox bəsitdir. Burada bölməni görən kimi düşünə bilərik ki, bu vurma olsun ilk baxışda. Amma diqqət yetirin. Məsələn, sizə belə bir nümunə verirəm. 40 bölək x bərabərdir, məsələn 5. Burada x-i tapmaq üçün nə edirdik? 40-ı 5-ə bölürdük. Yəni x olurdu 8. Yəni bizim burada axtardığımız böləndir. Bir var sualın şərtinə desək ki, x bölək məsələn 40. Bu zaman x-i tapmaq üçün bəli 40 vurulmalı idi. Amma burada da bölməni görən kimi vurmaq olmaz. Hansı ki mən variantda düzdür. O hissələrə getməmişəm, yəni konkret cavab qoymuşam. Yəni burada da yenidən x yerində qalır. 40-ı 4-ə bölən nə düşəcək? 10 düşəcək. 40-ı 10-a bölən nə düşəcək? 4 düşəcək. Deyirsiniz ki, müəllim, bu necə baş verdi? Yəni 40-ı siz 10-a böldünüz 4 düşdü, amma 4-ü sol tərəfə yazdınız. 40-ı məsələn 4-ə bölüb 10 aldınız, onu sağ tərəfə yazdınız hansı ki. Normalda biz standart qayda üzrə bölürdük. İndi dostlar ora gələcəm. Birazdan toxunacağım ona. İndi gəlin hələ ki bunun cavabını tapaq. X-in ala biləcəyi qiymət 5 ola bilər, 6 ola bilər, 7 ola bilər, 8 ola bilər, 9 ola bilər. Bu ədədlərin cəmini tapa bilərik də yəqin ki hər birimiz. 35 edəcək. Düzgün cavabımız E variantına uyğun gəlir. İndi mən bu hissəni silirəm. Bu niyə belə olur? Gəlin bunun mahiyyətini sizə izah edim. Əslində bu, məsələn, bu hissəni 1 götürə bilərik. Belə bir şey düşünün. 4 kiçikdir 40 bölək x. Bunu biz kəsrlə də yaza bilərik. Bu formada düşünək. 40 bölək x. Çarpaz vursam 4x kiçikdir 40 olacaq. Buradan da x ədədi kiçikdir 10-dan. Bir də digər tərəfdən dostlar, bunu bu formada düşünə bilərsiniz bu hissəsini. Yəni belə yazıram ki, 40 bölək x kiçikdir 10-dan. Çarpaz vursam 40 kiçikdir 10x-dən. Buradan da 40 10-a böləndə 4 kiçikdir x-dən. İndi nəyə diqqət yetirirsiniz? X ədədi 4-dən çox, x ədədi 10-dan balacadır. Yəni 4-dən çox 10-dan balaca nə deməkdir? 5, 6, 7, 8, 9. Yəni bayaqki şeyə gəlirik. Eyni qaydadır. Sadəcə bunu da əlavə bir tip olaraq deyim ki, yadınızda saxlayın ki, dəyərli dostlar, əgər gördünüz ki, sualda siz böləni axtarırsınız, yəni 40-ı 10-a bölün, 40-ı 4-ə bölün, sadəcə yerlərini dəyişik yazacaqsınız. Yəni 10 kiçikdir x kiçikdir 4 yazmaq olarmı? Xeyr, məntiqsizdir. Yəni bölən burada olanda bir dənə yerini dəyişirik və salam, başqa bir sıxıntımız qalmayacaq. Növbəti 15-ci suala keçid edirik. Bu tiplər də var. Bunlara da xüsusi diqqət yetirmək lazımdır. Xüsusilə qeyd etdim, ibtidai sinif müəllimləri bu tiplərdə çətinlik çəkirlər. Diqqətli olmağınız lazımdır. A və B aralığı verilir. Biz buna əsasən A plus B cəminin ən böyük qiymətini tapmalıyıq. İlk növbədə dostlar, gəlin A-nı dəyərləndirək. A burada hansı aralıqda olacaq? A ədədi hər tərəfi 2-yə böləcəm. 8-i 2-yə böləndə 4 düşəcək. 20-ni 2-yə böləcəm, düşəcək 10. İndi buna əsasən B-ni dəyərləndirək. Hər tərəfi 2-yə vurmaq lazımdır. 7-ni 2-yə vuranda 14 edəcək. 3-ü 2-yə vuranda 6 edəcək. Bizə artıq hər bir şey verilib. Yəni bilirəm ki, A ədədi 4 ilə 10-un arasındadır. B ədədi də 6 ilə 14-ün arasındadır. Bizə qeyd edir ki, bu ədədləri toplasam ən böyük qiymət hansı olar? Dostlar, iki ədədin cəminin çox olması üçün mümkün qədər həmin ədədləri böyük götürmək lazımdır. Və şərtdə də qeyd edir ki, AB natural ədədlərdir. A-nın yerinə ən çox neçə yaza bilərəm? 9. B-nin yerinə ən çox neçə yaza bilərəm? 13. 9 ilə 13-ü toplasam ən böyük qiymət olacaq 22. Əgər sualın şərtində mənə desəydi, ən böyük deyil, məsələn, ən kiçiyi tap, bu zaman mümkün qədər kiçik qiymətləri qoyardım yerinə. Buradan göstərirəm. A-nın yerinə ən balaca 5 yaza bilərəm, 4-dən çox olsun. B-nin yerinə də ən balaca 6-dan çox 7 yaza bilərdim. Bu da 12 olardı. Yəni ən kiçik qiymət A plus B cəminin 12 olacaq. Ən böyük qiyməti də 22 olacaq. Bunu yadda saxlamalısınız, dəyərli dostlar. Yenə qeyd edirəm, əgər bura cəmdirsə, ən böyük deyəndə hər ikisini ən böyük götürürük. Məntiqi olaraq fikirləşirəm ki, iki ədədin cəmi nə zaman çox olar? Hər biri ən çox olan. Nə zaman ən az olar? Hər biri ən az olanda. Keçirik növbəti 16-cı suala. Burada isə dostlar çıxmadır. Çıxmada bir qədər diqqətli olmaq lazımdır. Yenə eyni qayda üzrə əvvəlcə A və B-ni qiymətləndirirəm. Burada artıq hazır verib bizə. Yəni A ədədi diqqət yetirsək 21-dən böyük, 45-dən balacadır. B ədədi
3-dən böyük, 12-dən balacadır. Bizə deyir, A çıxılsın B fərqinin ən kiçik qiymətini tapın. Diqqətli olursunuz. Mən sizə bütün versiyaları göstərəcəm burada və sonra qaydasını da deyəcəm. Yəni biraz vaxtımız gedəcək, amma bundan sonra bu suallarda çətinliyimiz olmayacaq inşallah. A-nın yerinə ən çox neçə yaza bilərsiniz? A-nın yerinə ən çox 44 yaza bilərəm. B-nin yerinə ən az neçə yaza bilərəm? 4. Çünki şərtdə deyir AB natural ədədlərdir. 44-dən 4 çıxaram, bərabər olacaq 40-a. Bu bir hal. Keçirəm ikinci hal. A-nın yerinə 44 yazıram. B-nin yerinə ən böyük qiymətini yazıram. Yəni 11. 44-dən 11 çıxanda qalacaq 33. Keçirəm üçüncü hala. A-nın yerinə ən kiçik qiymətini yazıram 22. B-nin yerinə də ən kiçik qiymətini yazıram 4. 22-dən 4 çıxaram, qalar 18. Və nəhayət keçirəm dördüncü versiyamıza. Dördüncü versiyamız nədir? A-nın qiymətini ən balaca götürürəm 22. B-ni də mümkün qədər çox götürürəm 11. Bu da edəcək 11. Variantlara baxın, bütün variantlarda bütün cavablar var. Daha doğrusu 4 variantda bunların hər biri var. İndi ən kiçik qiyməti bizdən soruşurdu. Bizə deyirdi ki, A çıxılsın B fərqinin ən kiçik qiymətini tapın. Dostlar, gözümüzün qarşısındadır. Burada ən kiçik qiymət neçədir? Burada ən kiçik qiymət gördüyümüz kimi 11 olur. Yəni A çıxılsın B fərqinin ən kiçik qiyməti 11-ə bərabərdir. Amma siz bunu hər dəfə belə yazmalı deyilsiniz. Məsələn, A çıxılsın B fərqinin ən böyük qiyməti neçədir? Bu zaman deyərdim ki, 40-dır. Təkrar edirəm, hər dəfə bunun bütün versiyalarını yazmağa ehtiyac yoxdur belə. Bunun üçün nəyi yadda saxlamalısınız? İlk növbədə məntiqin başa düşək. A və B azalan və çıxılandır. Azalanan çıxılana çıxanda nə qalır? Fərq qalır. Fərqin ən az olması üçün azalanı mümkün qədər balaca, çıxılanı mümkün qədər çox götürürük. Hansı ki biz bunu 4-cü versiyada nəzərə aldıq. Yox, fərqin ən böyük olmağını istəyirəmsə, yəni burada böyükdür desəydi, bu zaman nə olacaq? Azalanı mümkün qədər çox götürərdim, çıxılanı mümkün qədər kiçik götürərdim. Bu da birinci versiyada özünü doğruldur. Yəni bu iki versiyanın bizə bir xüsusi köməyi yoxdur. Ümid edirəm anlaşılır. Yəni A çıxılsın B fərqi 11-dən 40-a qədər bütün qiymətləri ala bilər. Özünüz də əyani formada gördünüz. Yəni burada açar məqam nədir? Buna xüsusi olaraq toxunmaq istəyirəm ki, açar məqam dostlar. Əgər ən kiçik deyirsə, birincini ən kiçik götürürsüz. B-ni mümkün qədər, ikincini mümkün qədər böyük götürürsüz. Yəni antonim qaydası kimi. Yox, burada ən böyük desəydi, birincini ən böyük götürəcəydiniz, ikincini ən kiçik. Bunu əzbərləmək lazım deyil, çoxlu məşq etmək lazımdır. Bu sualı görüb qorxmaq da olmaz. Çünki bərabərsizlər bölməsinin ən çətin tiplərdəndir bu. Çıxma. Toplamanı müəllimlərin hamısı yaxşı başa düşür, amma toplamanı bilmədən əlavə çıxmanı da bilmək lazımdır. Əgər çıxmanı yaxşı öyrənsək, digər müəllimlərdən bir pillə qabağıyıq mənasına gələcək. Yəni bunu zəminlə deyirəm, dərslərdən görürük, ümumi imtahanlardan görünür ki, bəli bu hissələrdə müəllimlər bir qədər çətinlik çəkirlər. Amma məntiqin anlasanız, görsəniz ki, əslində bu azalan çıxılan fərqdir. Əminəm ki, rahat olar hər birinizdə. Dostlar, eyni növ sualı təkrar vermişəm burada. Gəlin əvvəlcə A-nı qiymətləndirək. A 20-ni 27-ni 3-ə böləndə 9, 63-ə böləndə 20. B hazırdır. İndi deyir A çıxılsın B fərqinin ən böyük qiymətini hesablayın. İndi istəsəniz bütün versiyaları yazıb cavabı çıxara bilərsiniz. Amma mən sizə bayaq dediyim qayda üzrə yanaşma edəcəm. Birinci nədir? Ən böyük. Deməli, A-nın yerinə ən böyük yazacağam. Ən böyük neçə yaza bilərəm? 19 yaza bilərəm. Yəni 20-dən balacadır axı A. Ən çox 19 ola bilər. Deməli, digərini ən balaca götürməliyəm B-ni. B-nin ən balaca qiyməti nədir? 2-dən böyük, yəni 3-dür. 19-dan 3 çıxaram, 16 qalacaq. Deməli, bu sualımızın cavabı 16-ya uyğun gəlir. Növbəti 18-ci sual. Bu da dostlar yeni tipli suallardandır. Hansı ki onluq kəsrlər yaranandan sonra, daha doğrusu proqrama əlavə edildikdən sonra ibtidaidə belə sualda görə bilərsiniz. Deyir A ədədi 5 ilə 9-un arasındadır. Bax belə bir şey yazır. B ədədi də 2 ilə 5-in arasındadır. Deyir ki, A üstəgəl B cəminin ala biləcəyi natural qiymətlərin sayını tapın. Normalda biz nə düşünə bilərik? Deyərik ki, A-nın yerinə minimal olaraq 6 yaza bilərik. 7 və 8 qiymətlərini yaza bilərdik, əgər natural olsaydı. B-nin də yerinə 3, 4 bu qiymətləri yaza bilərəm. Amma dostlar, A-nın yerinə 5,5 yazmaq olarmı? Olar.
B-nin yerinə 2,10 məsələn 4 yazmaq olarmı? Olar. Bu tipli suallarda alt-alta toplama deyilən bir üsuldan istifadə edirik. Bu nədir? Əvvəlcə bax bu şəkildə yazırıq. Amma diqqətli olun, işarələr alt-alta olanlar eyni tərəfə baxsın. Məsələn, burada hamısı kiçikdir işarələrdir. 5-in üstə 2 gələndə nə edir? 7 edəcək. A üstə gələk B-ni bu hissədə saxlayırsınız. 9-un üstə 5 gələndə 14 edir. Bax, çox diqqətli olursunuz. İndi detallarına gedirik. A üstə gələk B qiyməti 7-dən böyük, yəni 8 ola bilər. 9 ola bilər. 10 ola bilər. 11 ola bilər. 12 ola bilər. Bir də 13 ola bilər. Neçə dənədir? Mən 6 dənə görürəm. Deməli, düzgün cavabımız B variantı olacaq. Amma desəydi ki, natural ədəddir, bu zaman A-nın yerinə ən azı 6 yazardım, B-nin yerinə də ən azı 3. Yəni, bunun minimal qiyməti 9-dan başlayardı. Ən çox da neçə olardı? Deməli, A-nın yerinə 8 yazardım, B-nin yerinə də 4, ən çox da 12 olardı. Fikir verin. Yəni, olacaqdı 9, 10, 11, 12. Cavabı 4 götürərdim. Amma artıq cavab 4 deyil. 8 də ola bilər. Nə zaman ola bilər dostlar 8? Məsələn, A-nın yerinə yazdım 5,5. B-nin yerinə yazdım 2,5. Toplayanda nədir? 8 edir, edir. Sonra A-nın yerinə yazıram məsələn 8,8. B-nin yerinə yazıram məsəl üçün 4,2. Toplayan nədir? 13 edir. Görürsünüz 13 qiymətini də ala bilir. Yəni artıq kənardakı qiymətləri də natural olmayanda ala bilir. Bunun üçün bax bu dediyim qaydaya diqqət yetirirsiniz. Yəni belə tiplərdə hansı ki sualın şərtində natural olduğu yazılmasa, bəli, o zaman siz bax bu formada hesablayıb cavabı almalısınız. Yəni buradakı natural sözü bizi çaşdırması, deyir cəminin ala biləcək. Yəni toplayandan sonra cavab natural olsun. Amma AB-nin özü natural olmaya da bilər. Buna diqqət yetirməliyik. Belə, bu da yəni asan olmayan çətin tiplərdəndir. Növbəti 19-cu suala baxırıq. Bu məsələdir. Bu məsələni də həll etməyə çalışacağıq birlikdə. Deməli nə deyir? Deyir ki, su ilə dolu olan 6 çəlləyi tutumu 450 litr olan çənə boşaltdılar və çən dolmadı. Fikir verin, 6 dənə çəlləyimiz var. Bir dənə çənə boşaldırıq. Deməli, çən dolmur. Eyni ölçüdə olan 4 dolu çəlləyi tutumu 260 litr olan çənə boşaltdıqda bu çən daşar. Natural ədədlə ifadədə çəlləyin həcmini litrlə ən kiçik və ən böyük qiymətini tapın. Deməli dostlar, qiymətini daha doğrusu cəmini tapın. Nəyə diqqət yetirməliyik? 6 dənə çəlləyi 450 litrlik çənə boşaldıram, amma dolmur. Deməli, çəlləyin biri x litr tutursa, 6 vurulsun x 450-dən balacadır. Yəni, bildiyimiz normal bərabərsizlikdir. Buradan da x ədədi kiçikdir. 450-ni bölürsüz 6-ya düşür 75. Digər tərəfdən 4 dənə çəlləyi eyni həcmdə olduğu üçün 4x yazıram. 260 litrlik çənə tökəndə daşır. Yəni, bu artıq 260-dan çoxdur. Buradan da x böyükdür. 260-ı da bölürəm 4 yerə düşür 65. Əla. Deməli, artıq mən işin əsas hissəsini geridə qoydum. Bax, bu iki nüansa diqqət yetirirəm. X ədədi 75-dən balacadır, 65-dən çoxdur. Biz bunu birləşdirsək, bax, belə yaza bilərik 2 qat bərabərsizlik şəklində. 65-dən çox, 75-dən də az. Deməli, x neçə ola bilər? Ən azı x olacaq 66, ən çox neçə olacaq? 74 olacaq. Yəni, natural ədəd deyir, ona görə bu formada yazıram. 66 üstə gəl 74 olacaq 140 litr. Düzgün cavab D variantı. İlk baxışda adama çətin gələ bilər. Amma diqqətlə oxusaq görürük ki, əslində bərabərsizlikdir. Yəni, çətin bir şey yoxdur burada da. Və nəhayət, sonuncu sualımıza keçirik dostlar. Bu da maraqlı bir sualdır. Tərəzi ilə bağlı belə bir sualımız var. Bir qədər kiçildirəm. Şəklə görə biraz kiçik görünə bilər. Dostlar, burada variantlar var. İndi mən böyüdəcəm, yəni variantlara sonra baxarıq hələ ki. Deməli, bir almaların hər birinin eyni kütlədə olduğunu nəzərə alaraq 3 dənə almamız var. Hər birinin kütləsi eynidir. Deməli, natural ədədlə ifadədə ən az neçə qram ola bildiyini tapın. Bir dənəsinin natural ədədlə ifadədə neçə qram ola bildiyini müəyyən etməliyik. Sol tərəfə fikir verin. 3 dənə burada
çəki daşı deyək və ya qutu deyək. 120, 120, 80. Toplasam edər 320 qram. Yəni bu sol tərəf toplam 320 qramdır. Sağ tərəfdə 3 dənə alma var. Burada 3A yazıram belə. Dostlar, tərəzinin hansı tərəf aşağıdır? Sağ tərəf. Deməli bu tərəf böyükdür. Yəni başqa sözlə 320 kiçikdir 3A yaza bilərəm. Buradan da sonra 320 bölürəm 3-ə, düşür 106, tam onda 6 davam edir. Ehtiyacımız yoxdur ona. Buradan yazma eybi yox. 106 tam onda 6 kiçikdir A-dan. Deməli, A-nın ala biləcəyi ən kiçik qiymət neçə ola bilər? Yəni bir dənə almanın kütləsi ən az nə qədər olacaq? 106,6-dan çox 107 qram ola bilər. Yəni almanın yerinə ən azı 107 qramlıq bir alma yerləşdirməliyik ki, hansı ki kütləsi o qədər olmalıdır ki, sağ tərəf aşağı olsun. Yəni bu tipli suallarda birinci məqam nədən ibarətdir? Baxmalısınız tərəziyə. Tərəzinin hansı tərəfi aşağıdırsa, məntiqi olaraq deyirik ki, o tərəf daha böyükdür. Bu sualda da belədir. Yəni cavab bəzən natural olmaya da bilir, belə də ola bilir. Bunu da ibtidai sinif müəllimi olaraq dərk etməliyik. Dəyərli müəllimlər, ola bilər videoda bəzi suallar sizə çətin gəldi, amma qətiyyən keyfinizi pozmursunuz. Qətiyyən pessimist düşünmürsünüz, pozitiv düşünürsünüz. Çünki bu növ sualları biz bilməliyik. Və bu növ sualları bilməklə, hansı ki burada asan suallar da var idi, orta da var idi, çətin də var idi. Çətin suallarda bilməklə növbəti imtahanlarda qarşımıza çıxacaq hər növ sualları artıq öncədən həll etməyi bacarırıqsa, demək ki, bir növ özümüzü sığortalayırıq. Yavaş-yavaş baxmaq lazımdır, təkrar-təkrar izləmək lazımdır boş vaxtlarımızda. Bu tiplərə vərdiş etməyimiz lazımdır. Ümid edirəm videomuz faydalı oldu. Bacardığım qədər sadə dildə izah etməyə çalışdım. Əgər faydası toxundusa, nə xoş bizə. Sağollaşırıq, bir sonraki izahlarda görüşərik. Hələlik.